Ermənistanın işğal etdiyi Azərbaycanın suveren ərazilərində ilkin mərhələdə Sovet İttifaqında, sonralar isə Rusiyada istehsal olunmuş minalar basdırılırdı. Rusiya istehsal olan minaları Ermənistan alıb qondarma rejimin dırnaqarası müdafiə ordusuna verib. Son dövrlərdə isə basdırılan minalar Ermənistan istehsalı idi. Bu sözləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçən məhkəmə prosesində təqsirləndirilən qondarma rejimin dırnaqarası müdafiə komandanı olmuş Lyova Monasakyanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən dedi. Bildirdi ki, basdırılan minalar əsasən piyada və tank əleyhinə olub. Lyova Monasakyanyan əvvəlcə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun 2016-cı ildə baş verən və şərti olaraq aprel döyüşləri adlandırılan hadisələrlə bağlı suallarını cavablandırdı. Həmin hadisənin Ermənistanda və qondarma rejimdə necə qiymətləndirilməsinə dair suala cavabda dedi ki, aprel döyüşləri zamanı dırnaqarası müdafiə ordusu qarşısına qoyduğu tapşırığı icra etsə də 18 döyüş mövqeyini itirib. İddia etdi ki, bu itki əhəmiyyətli təsirə malik olmayıb. Onların qiymətləndirməsinə görə bundan sonra təhlükəli vəziyyət yaranmayacaqdı. Lyova Monasakyanyan ifadə verdi ki, o orduda müxtəlif vəzifələrdə xidmət edib. Dırnaqarası müdafiə ordusundan verilən bütün əmrlər təlimatlara uyğun olub. Aprel döyüşləri zamanı hərbi obyektlərdən uzaqda yerləşən Azərbaycanın mülki obyektlərinin və yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı suala cavabda isə dedi ki, istənilən mülki obyektin artilleriya ilə atəşə tutulmasını qanunsuz hesab edir. İddia etdi ki, hərbi hissələr yaşayış məntəqələrinə yaxın olduğu üçün bu hadisələr baş verib. Bundan sonra məhkəmədə iş üzrə keçən növbəti video nümayiş olundu. Həmin videoda Lyova Monasakyanyan aprel döyüşlərindən sonra müsahibə verərək ümumi vəziyyətin nəzarət altında və qoşunların döyüş hazırlığının müvafiq səviyyədə olduğunu deyərək bildirir ki, istənilən həmlənin qarşısını almaq üçün kifayət qədər gücləri var. Gələcəkdə isə belə gərginliyin olmayacağını söyləyir. Məhkəmədə Lyova Monasakyanyan həmin müsahibəni verən zaman dırnaqarası ordu komandanı olduğunu dedi. Lyova Monasakyanyan sualları cavablandırarkən digər təqsirləndirilənlər onu cavabdan yayındırmağa, fikirlərini yönləndirməyə çalışırdı. Hakim bununla bağlı təqsirləndirilənlərə, xüsusilə də David Babayana və David Manukyana xəbərdarlıq etdi. Bundan sonra məhkəmədə növbəti video nümayiş etdirildi. Həmin videoda Lyova Monasakyanyan Şuşada, Cıdır düzündə jurnalistin suallarını cavablandıraraq dırnaqarası orduda aparılan genişləndirmədən danışır. Bildirir ki, imkanları daha da gücləndirməli, atəş vasitələrini və sistemləri genişləndirməliyik. Bu istiqamətdə xüsusilə də müşahidə cihazları sahəsində genişləndirmə işlərinin aparıldığını söyləyir. Bildirir ki, həm atəş, həm də məhv etmə sistemləri üzrə irəliləyişlər əldə edilib. Jurnalistin sualına cavabda deyir ki, indi səhər və gecə səmərəli şəkildə atəş aça bilirlər. İdarəetmədə də imkanlar artırılıb, kəşfiyyat və atəş istiqamətində irəliləyişlər var. Yeni texnologiyalar və texniki vasitələrin əldə olunması istiqamətində praktiki tədbirlər görülür. Hərbi sənaye kompleksi üzrə işlər aparılır. Erkən aşkar etmə vasitələrinin artırılmasına xüsusi diqqət göstərilir. Müsahibədə Lyova Monasakyanyan deyir ki, dırnaqarası ordunun iri çaplı atəş, o cümlədən daha uzaq mənzilli tank əleyhinə müasir vasitələri, yeni texnologiyaları var. Bu vasitələrin istifadəsi ilə bağlı şəxsi heyətə təlimlər keçirilir. Məhkəmədə Lyova Monasakyanyan dedi ki, müsahibəni İsa bulağında verməli idi. Təklif edib ki, çəkiliş İsa bulağındakı evlərdən birinin eyvanında aparılsın. Amma ona deyiblər ki, orada işıqlandırma zəifdir. Bundan sonra Cıdır düzünə gediblər. Müsahibədə 2016-cı ildə və 2017-ci ilin fevralında baş verən hadisələrdən danışır. Bundan sonra məhkəmədə növbəti video nümayiş etdirildi. Videoda qeyd olunur ki, Samvel Babayan əvvəlki müsahibələrində aprel döyüşlərində səhvlərə yol verildiyini deyib. Lyova Monasakyanyan isə müsahibədə bunu inkar etmədiyini və Samvel Babayana da yaddaşını təzələməyi məsləhət görür. Onun da səhvlərinin olduğunu bildirir. Samvel Babayan isə aprel döyüşlərində Azərbaycanın uğur qazandığını deyir. Videoda səslənən fikirlərlə bağlı Lyova Monasakyanyan məhkəmədə dedi ki, müsahibə aprel döyüşlərindən sonra götürülüb. Həmin vaxt Samvel Babayanın siyasətlə məşğul olduğunu, vəzifə tutmadığını söylədi. Bildirdi ki, Samvel Babayanın dövründə Azərbaycan 1993-cü ilin dekabrı və 1994-cü ilin yanvarında 21 kilometr dərinlikdə ərazini geri qaytarmışdı. O, müsahibədə Samvel Babayana bunu xatırladıb. Bundan sonra Ermənistanın sabiq baş naziri Karen Karapetyan, qondarma rejimin baş naziri Arayik Harutyunyan və dırnaqarası ordunun komandanı Lyova Monasakyanyanın vaxtı ilə
Azərbaycanın işğal altında saxlanılan ərazilərində mövcud olan hərbi hissələrə baş çəkdiyi zaman lentə alınan video nümayiş olundu. Bununla bağlı verilən suala cavabda Lyobomnonyan həmin vaxt Ermənistandan müxtəlif vəzifəli şəxslərin gəldiyini və dırnaqarası orduya baş çəkdiyini söylədi. Dedi ki, həmin videoda Ermənistanın baş nazirinə ümumi vəziyyət barədə məlumat verib. Sonra Ermənistanın və qondarma rejiminin hərbçilərinin iştirakı ilə keçirilən müşavirənin videosu nümayiş olundu. Müşavirədə Ermənistanın sabiq Xarici İşlər naziri Zöhrab Natsakanyan, həmçinin qondarma rejimin dırnaqarası Xarici İşlər naziri də iştirak edir. Lyobomnonyan həmin müşavirədə Ermənistanın müdafiə naziri olmuş David Tonoyanın və baş qərargah rəisinin iştirak etdiyini, müşavirədə onlara vəziyyət barədə qısa məlumat verildiyini söylədi. Məhkəmədə nümayiş olunan cinayət işinin növbəti video materialı isə təqsirləndirilən Lyobomnonyanın hərbi fəaliyyətindən bəhs edir. Görüntülərdə qondarma rejimin rəhbəri olmuş Bako Saakyan və Ermənistanın baş naziri Nikol Paşinyan da yer alır. Bako Saakyan Lyobomnonyanın dırnaqarası hərbi xidmətlərindən danışır. Məhkəmədə Lyobomnonyan Ermənistanın Azərbaycanın ərazilərini işğal altında saxlayan zaman bastırılmış çoxsaylı minalarla bağlı sualları cavablandırarkən dedi ki, bu əsasən şimal və cənub istiqamətlərində olub. Minalar yerləşdirildikdən sonra formulyarları yuxarı qərargaha təqdim edilib. Bir nüsxəsi bölükdə hərbi hissənin qərargahında qalıb. Qalan bütün formulyarlar mühəndis qoşunları idarəsində olub. Təqsirləndirilən dedi ki, formulyar mina bastırılan ərazinin böyük dəqiqliklə sxemidir. Xəritədə isə həmin dəqiqlik yoxdur. Orada rayonlar göstərilib ki, harda minalar var. Amma formulyarda konkret minanın yerini bilmək mümkündür. Təqsirləndirilən ifadə verdi ki, minalanma işləri mühəndis təminatına daxildir. Döyüş təminatı növüdür. Əmrlər yuxarı komandanlıqdan, mühəndis qoşunları idarəsindən alınır. Sonrakı işlər mühəndis xidməti şöbəsində aparılır. İstiqamətlər də yuxarı komandanlıq tərəfindən müəyyənləşdirilir. Bütün istiqamətlərin öz sıxlıqları olur. Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.